Devam edirik insert tabının table əmrindən. Biz table əmrinə gəldikdə bizə belə bir sahə yaranır. Əgər mouse-la deyir istəsəz, hansı ölçünün üzərində durub mouse-un sol knopkanı bassaz, həmin ölçüdə sənə cədvəl yaradır. Belə bir sahəmiz var. Bu qısa ölçülü cədvəllər üçündür. Əgər bizə məsələn lazımdırsa 10-un 10-a, 15-in 12-yə belə bir böyük həcmli cədvəllər, o halda istifadə edirik insert table-ı. Yəni mən sayı əlimlə daxil etmək istəyirəm sahəsini. Bizə birinci gəlir columns əmri, sənə neçə sütun lazımdır, onu daxil et deyir. Sonra rows əmri, sənə neçə sətir lazımdır, onu daxil et deyir. Bu gördüyünüz sahə sizin xanaların ölçüsüdür. Bu avtomatik olaraq saxlanıb, yəni cədvəl 7-nin 7-yə yaranacaq, bütün A4-ü əhatə edəcək və ortaya da belə deyim, xanaların daxilində hansı ölçü maksimum ola bilərsə, həmin dəyərdə olaraq qalır. Bunu dəyişməyə ehtiyacınız yoxdur. Siz təsdiqlərini basdıqda sizə 7-nin 7-yə bir sahə gəlir. Bir dənə buna nəzər yetirək. Baxın, kənardayım. Görürsünüz, yazı yaza bilirəm. Cədvəlin içində deyiləm. Bu halda tablar panelinə baxın, burada table adlı bir panel yoxdur. Əgər siz cədvəldə müəyyən bir işlər həyata keçirmək istəyirsinizsə, bu halda mütləq və mütləq qaydadır ki, bir dəfə table-la klik etməlisiniz ki, sizə table tools, yəni table-ın ayarları paneli hazırlanır. Bu panel 2 hissədən ibarətdir. Daha ətrafında öyrənəcəyik. Insert tabına gəldikdə burada bir draw əmri var. Draw table, yəni cədvəli çəkəcəm. Gəlin bir cədvəl çəkməyə yoxlayaq. Fərz edək ki, bu inserti bilmirik, bunu yoxlayaq. 2 sətir yaratdıq, bunu böldük 4 yerə. Bunu bir yerə daha bölmək istəyirəm. İstədiyim kimi bir hala saldım. Baxın, belə bir arada fərq var. Bunu da gəlin 7 yerə bölək. Oldu 7 yer. Baxın, ölçüləri tənzimlənmir. Bunun hər ikisi arasındakı fərqi mən aydınca görə bilirsiniz. Yuxarıdakı ölçüləri insertdən biz daxil etdiyimiz üçün avtomatik tənzimlənməsi, ölçü tənzimlənməsi mövcud olduğu üçün tam olaraq tənzimlədi. Yəni ölçüləri hesabladı. Amma aşağıda biz qələmlə draw ilə çəkdiyimizdə bu ölçülər tənzimlənə bilmədi. Yəni olduğu şəkildə də qaldı. Bunları artıq biz istifadə zamanı tək-tək tənzimləməliyik bu panel ilə. Yəni draw ilə insert arasında bu kimi fərq var. Bəs draw'ı hansı halda istifadə edə bilərik? Baxın, götürdüm, mənə belə bir sahə lazımdır. Cədvəlin hissəsindən fənlər sözünü yara biləcəyim bir sahə lazımdır. Bu halda istifadə edə bilirəm. Yəni qısa bir sahə yaradanda ancaq bütün məsələn qələm ilə 12-nin 12-yə cədvəl yaratmaq sizin çox vaxtınızı aparar və nəzərə alsaq ki, onun ölçülərini də siz tənzimləməlisiniz. Burada Excel-dən alınma əmri var. Buna ehtiyac yoxdur. Excel-i keçdikdə görəcəksiniz ki, Excel əhatə dairəsi Word-dən heç bir şəkildə uyğun gəlmir. Bu səbəbdən bu əmri istifadə edə bilmirik. Kənardan gətirilmə cədvəl, obyekt kimi əlavə olunması, bunu da heç istifadə etməyəcək. Sizə hazır şablonlar verir, deyir cədvəl olaraq istəsən bunlardan birini istifadə edə bilərsən. Bir dərs müddətinə heç birini istifadə etməyəcək. Sizin üçün kənardan obyekt şəkildə gələn cədvəl şablonları maraqlıdırsa araşdıra bilərsiniz. İndi gəlirik table toolsa, yəni table daxilində hansı işlər yerinə yetirə bilərik həmin məlumat sahələrinə. Sahəni silək. Table dizayndan başlayırıq. Adından da hiss olunduğu kimi burada sadəcə table'ın dizaynı məsuliyyət daşıyır. Sol tərəf, baxın bu paneli. Biz istifadə etmirik çünki bunun daxilindəki bəzəklər aiddir, konkret olaraq. Bunları istəsəz yoxlaya bilərsiniz. Məsələn, bu şəkili seçirsiniz, basırsınız bunu. Sonuna da rəngli gəlir. Basırsınız, aralıqda elə bir diagonal formasında boşluqlar yaradır. Söndürə bilirsiniz. Cədvəlin sonuna rəng qata bilirsiniz. Yəni, bunlar bu dizayn üçün olan rəng panellərdir. Buradakı seçimlər üçündür. Bu sahədə də bizim istifadə etdiyimiz normal qayda budur. Sadəcə sərhədlər vardır. Qara xətlərlə başqa da heç bir məlumat yoxdur. İstəsəz hər hansı bir rəng stilini seçə bilərsiniz. Yəni, məsələn, bu stil istəyirsiniz, bu quruluşu, bu şəkili və s. Və yaxud da bunu özümüz yarada bilərik. Bu, yəni doldurma əmri ilə.
Mən bu xananın olmasını istəyirəm sarı rəngdə, bu xananın olmasını istəyirəm mavi rəngdə. Ümumən bütün sətri seçib sarı rəng edə bilərəm. Ümumən bütün sütunu seçib sarı rəng edə bilərəm. Bayaqçı başlığın demək olar ki, eynisini artıq yaratmış olurum. Burada fərqi nədir? Aralıqda da rənglər verilib və rəngin tonlaması verilib. Bunlar da sizin əlinizdə olan bu More Color əmri var. Bu sahədən gələn məlumatlardır. İstədiyiniz effekti, rəng tonunu seçə bilirsiniz. Table Design'ın yanında sağ tərəfdə border əmri var. Border əmri hər zaman sərhəd deməkdir. Bu sözü unutmayın və yaddan çıxartmayın. Gəlin görək sərhədlər necə işləyir. Sərhədimizin rəngi qara rəngdir. Mən istəyirəm olsun yaşıl. Cədvəli yaxınlaşdırıram sizin görə bilməyiniz üçün. Baxın, bu sahənin yaşıl olmağını istəyirəm. Rəngi seçdikdən sonra dəyişdirə bilirik. Yəni, baxın, bizə fırça işarəsi gəlir. Bunun hansı sərhədinin yaşıl, nə, hansı tərəfin mavi olduğunu ancaq özünüz əlinizdə çəkərək görə bilirsiniz. Hamısını eyni anda dəyişdirmək istəyirsinizsə, bu mümkündür. Ctrl-A-nı basırsınız. Ctrl-A-nı basmayın. Sahə olaraq seçin. Çünki aşağıda Enter knopkası qalıb. Sahəni seçirsiniz, gəlib buradan seçirsiniz, məsələn, sarı. İcazə dayandı. Bir saniyə. Bu əmr dursun. Penin colorunun, daha doğrusu border colorunu, yəni sərhəd rəngini buradan təyin edə bilirsiniz. Stilini buradan seçə bilirsiniz. 2 xətt ola bilər, biraz qalınlıq ola bilər, rəng fərdiliyi ola bilər. Qalınlığı buradan da seçə bilirsiniz. Bu sahəni yadınızda saxlayın. Məsələn, seçirəm 6 piksel qalınlığını sarı rəngdə sərhəd verirəm. Məncə aydındır. Burada stillər var. Seçmək istəyirəm. Bu üsul. Baxın, bu cədvəlin sərhəddidir. Təbii ki, biz dərs müddətində, yəni iş müddətində belə bir üsulları heç zaman istifadə etməyəcəyik. Lakin bunları artıq bilməlisiniz. Çünki harda olduğunu, yəni mövcud olduğu yeri bilməlisiniz. Əmrləri söndürək, ölçümüzü əvvəlki vəziyyətinə qaytaraq. Rəngimiz də qarıya geri gətirir. Burada border əmri var. Border əmri nə iş görür? Baxın, deyir, sənin seçdiyin sahədə sadəcə, belə deyil, xananın bitiş sərhəddi görünəcək. Sənin seçdiyin sahədə sadəcə xananın başlanğıc xətti göstərəcək. Sadəcə sol sərhəddi, sadəcə sağ sərhəddi. Burada istifadə edə bilərik no border'ı. Bütün cədvəli seçirəm. Əmr verirəm, no border. Baxın, cədvəl yoxmuş kimi göstərir, amma əslində ağ sərhədlər hələ də mövcuddur. Sadəcə sərhədlər lakin şəffaflaşdırılır. Bərpa edə bilərik. Məsələn, daha qalın bir şriftdə. Sadəcə kənarlarına verə bilərik. Hətta gəlin onu da baxaq. Baxın. Sahəni seçirəm. Sadəcə kənarlara sərhəd ver deyirəm. Yəni, bunlar belə deyək, bəzək düzey işləridir, dizayn işləridir. Siz nəyin harda olduğunu amma bilmək məcburiyyətindəsiz. Cədvəlimizi əvvəlki halına qaytaraq. Gəldik Table Layout əmrinə. Baxın, Table Design'da sadəcə söhbət rənglər və stillərdən gedir. Rənglər və stillər. Qalan bütün tənzimləmələr Table Layout'un daxilindədir və əgər sizin kursorunuz cədvəlin xaricindədirsə, həmin panellər sizdə aktivləşməyəcək. Mütləqdir ki, kursor cədvəlin hər hansısa bir xanasında mövcud olsun ki, sizə bu sahə gəlsin. Bizi ən başda qarşılayır Select əmri. Bu əmrə ehtiyacımız yoxdur. Bu əmrə ehtiyacımızın olmaması səbəbi mouse'umuzun mövcudluğudur. Görünüş dizaynda bu gördüyünüz sahə var. Bunun eynisidir, ehtiyac yoxdur. Draw əmrini izah etdik, lakin burada da baxaq yenə də. Məsələn, bunu daha çox istifadə edə bilərik. Cədvəli yaratmaq üçün deyil. Mənə lazımdır bu sahəni 2 yerə bölüm. Böldüm. Bu əmri dayandırıram, buraya yazıram. Məsələn, yazırıq cins, məsələn, yazırıq qadın və yaxud da kişi. Sizdə hansı kateqoriyaya aidsinizsə, və yaxud da burada tələbələrin adlarınızı yazın.
Adlarınızı yazaq, burada cinsinizi soracaq, hansı kateqoriyaya aidsinizsə həmin xananı rəhləməyinizi tələb edək kimi nəzərdə saxlaya bilərsiniz. Yəni qələmlə hər hansısa sərhədli sütunu bölə bilərik 2 yerə. Aydındır. Daha sonra keçirik silgi işarəsinə. Bu sərhəddi böldüm, lakin artıq istəmirəm. Azad etdim. Sətri 2 yerə böldüm, artıq istəmirəm. Həmin xəttin üzərinə gəlib seçirəm, silinir. Bunu təbii ki, sadəcə qələmlə çəkdiyimiz yerə aid deyil. İstədiyimiz yerdə silə bilərik. Baxın, bu sahəni silmək istəyirəm. Bu cədvəlin daxilinin bu şəkildə qalmasını istəyirəm. Baxın, cədvəl bu şəkildə yarımçıq belə olsa bizə heç bir maneə törətmir və qalır. İndi gəlirik silmə əmrinə. Buradan bir sahə seçirəm, açıram delete əmrini. Delete case adlı bir əmr qarşılayır bizi. Yəni bizim seçdiyimiz sahəni sil. Bizim seçdiyimiz sahəni silib çox istifadə etməyəcəyik. Çünki bu bizim seçdiyimiz sahə seçildikdə cədvəlin sağ tərəfi var. Sağ tərəfindən ölçü sürücür sol tərəfə. Yəni silinən tərəfi əvəz etmək üçün sağ tərəfdən sürüşdürmə olur. Bu halda da cədvəlinizdəki məlumatlar qarışır. Gördünüz, sağ tərəf boşluğa düşdü. Sol tərəfə isə bizim bu kəsdiyimiz sahə gəldi. Yəni cədvəl artıq əvvəlki halında deyil. Xanada dururuq. Delete columns basdıqda sizin durduğunuz sütunu silir. Yəni bu qara yeri silək. Açıq yeri. Columns baxsırıq. Məncə aydın oldu. Həmin o ağ sahənin itdiyini gördünüz. Baxın, sahə belədir. Biz columns əmri ilə silinmə verdikdə həmin sütun silinir. Bu sahəni də silmək istəyirəm. Bu səfər deyiləm delete rows, yəni həmin sətri sil. Kursorumun durduğu sətri sil. Ən sonuncu isə delete table'dır. Bunu basdıqda ümumən cədvəl silinir. Silmə əmrləri bitdi. İndi gəlin başlayaq əlavə etmək əmrlərinə. İstədiyiniz xanada durursunuz. Insert row above. Yəni əlavə edin yuxarı sətr demək istəyir. Basırıq. Kursorun durduğu yerdən yuxarı ünvanına sətr əlavə edir. Kursorun durduğu yerdən aşağı ünvanına sətr əlavə edir. Kursorun durduğu yerdən sol tərəfə sütun, sağ tərəfə sütun əlavə edir. Yəni bu funksiyalar şəkildə də göstərir. Sətr sütun əlavə etmək üçündür. Mən bu sətrin hamısını birləşdirib bura məlumat yazmaq istəyirəm. Bunun 2 üsulu var. Biri pozan üsulu idi, bunu sizə göstərdik. Sərhədləri siləcəksiniz, sahə açılacaq. Amma daha asan üsulu yazı yazmaq istədiyiniz sahəni seçib burada yerləşən merge, yəni birləşdir əmrini seçməyinizdir. Bu funksiyanı mütləq və mütləqdir ki, yadınızda saxlamaq məcburiyyətindəsiz, yerini və unutmamalısınız. Basdıqda sahə bölünür, daha doğrusu sərhədlər açılır. Mən bunu böldüm, lakin peşman oldum. Baxın, split case adlı bir əmrimiz var. Bu əmri aça bilirik. Deyir, neçə sütuna bölünəcək? Mən deyirəm, neçə sütuna bölməliyik? 8 sütuna. Məlumatım 8 sütuna bölünməlidir. Neçə sətrə? Sətrə bölmək istəmirəm. Çünki mənim əlimdə bir sətr var, onu sütuna, yəni yuxarıdan aşağı sərhəddə bölməliyəm. Deyirəm, icra et. Gördünüz, sevdiyimiz sahə geri qayıtdı. Buradakı say aşağıdakı ilə eyni olmaq məcburiyyətində deyil. Dəyişdirə, artıra və azalda da bilərik. Problem deyil. Split table əmri bir əmrimiz var. Split bölmə deməkdir. Bunu zaten aydındır hər birinizə. Hansı xanada dursaz, siz split əmri verdikdə durduğunuz xana belə deyək, durduğunuz xanadan etibarən cədvəl 2 sahəyə bölünəcək. 3-ün 2 olaraq bölündü. Baxın, durmuşduq 4-cü sətirdə. Basırıq split tip, durduğumuz xana digər cədvəlin elə bil 2 sətr olacaq. Baxın, 3-ün 4-ü olaraq bölündü. Burada sizi qarşılayır ölçüləndirmə, tənzimləmə funksiyaları. Deyir, hal-hazırda xananın hündürlüyü 0,11-dir. Artıra bilərik, azalda bilərik. Uzunluğunu artıra bilərik, azalda bilərik. Bunlar normal hallardır. Məsələn, fərz edək ki, burada sürüşmə baş verib. Mən istəyirəm, bunların ölçüsü eyni olsun. Burada ölçüyə baxıram ki, uzunluq 0,81-dir. Hər iki xananı seçirəm, klaviaturadan yazıram 0,81. Amma sadəcə bu xananı seçdiyim üçün ora tənzimləndi. Hamısını eyni anda seçirəm. 0,81. Ölçü tənzimləndi. Məncə aydın oldu ölçü tənzimlənməsi.
Buranın hündürlüyünü biraz artırıram sizə məlumat göstərmək üçün. Ora bir dənə A hərfi yazırıq. Sağ tərəfə gəlirik. Baxın, burada bizim I-link, yəni istiqamət adlı bir əmrlərimiz var. Normal olaraq yazı başlayır birinci sətrin solunda, mərkəzində, sağında. İkinci sətrin solunda, mərkəzində, sağında. Üçüncü sətrin solunda, mərkəzində, sağında. Yəni 9 istiqamətiniz var. Yazının harda yazılmasını istədiyinizi bu şəkildə seçə bilərsiniz. Tam yanında text direction adlı bir əmrimiz var. Basdıqda məlumatınızı dərəcə olaraq fırlayır, 90 dərəcə olaraq. Məlumat doğru şəkildədir. Sola baxır. Sağa baxır. Normal hərfdə qaydaraq. Çelik margin sərhədləri bunu cədvəl daxilində istifadə etmirik. Bunu sadəcə istifadə edəcəyik A4 formatında. Yəni buna ehtiyac yoxdur. Amma nədir deyə sual versəz, xana daxilindəki sahələrdir. Məsələn, biz versək ki, yuxarıdan 2 sm sahə saxlamasını gəlin qələmlə göstərim. Baxın, bu sahə var. Tərsinə seçildi. Aşağıdan seçdik. Seçsək ki, topdan və yaxud da bura hal-hazırda bottom gedir. Yuxarıdan seçəndə A daxil olurdu deyə yuxarını göstərmədim. Aşağı tərəfdən seçdikdə belə bir sahə gəlir ki, aşağıdan belə bir məlumat hazırlayırıq. Daha doğrusu bölünür. Rəngləmə əmrini bir dənə tapaq. Table design'a sarı. Baxın, bu sahədən, elə bil ki, bu sahədə yaz yazmağınız qadağan olunur. Bu sahədə yaz yazmağınız qadağan olur. Bunu da təyin edilir marginin məhdudlaşdırılması əmri. Buna cədvəl daxilində ehtiyac yoxdur. Bunu A4-də, yəni layout formatında onsuz da daha ətraflı keçəcəyik. Sort by, sıralama. Cədvəl sıralaması əmrinə gəlirik. Keçən dərslərdə demişik, sort hər zaman sıralama funksiyası deməkdir. Cədvəlin daxilində məlumatlar yazırıq. Proqramlarımızın adlarını yazaq. Bir də yazaq project. Bir neçə proqram adımızı yazdıq. Bu məlumatı seçib sıralamaq əmri verirəm. Sizin seçdiyiniz məlumatda belə bir Word-ün başa düşdüyü bir sahə var. Əgər seçdiyiniz məlumat text tipi nədirsə, yəni sözlərdən ibarətdirsə, onu sıralayır əlifba sırası ilə. Bu əmri verdikdə əlifba sırasının əksi ilə sıralayır. Biz əlifba sırası ilə sıraladıq. Əgər yazdığınız riyaziyyatlardır, yəni rəqəmlərdən ibarət məlumatlardırsa, bunları avtomatik olaraq böyükdən kiçiyə və kiçikdən böyüyə sıralayır. Yəni bunlar da bu sahədə görünür, narahat olmayın. Siz təsdiqlə əmrini basdıqda cədvələ baxın. Power qaldı yuxarıda. Yəqin ki, bunu daxil etməyi unutmuşuq. Belə bir şey edilir. Power hərfinə, P hərfinə problem düşür. Gəlin bunu silək. Xanaya yəqin ki, nəsə əmr basmışıq, unutmuşuq. Baxın, Access, Excel, Outlook, Project, Visio və W sona düşmək olaraq əlifba sırası ilə sıraladı. Yəni, sizə lazım olan məlumatları sıraladı. Lakin cədvəl daxilində sıralama etmək çox riskli bir prosesdir. Nə üçün? Çünki Access-ən, fərz eləyək ki, Access-də olan məlumatları bu şəkildə sıralamışıq. Eyni şəkildə də bunlar. Yəni, digər bütün proqramlar. Siz hər hansısa bir sütunu gəlib sıraladıqda digər sütunlar siz istəsəz də, istəməsəz də qarışır. Orada çox böyük bir qarışıqlıq yaranır. Yəni, əgər məsələn, fərz edək ki, proqramların işlənmə saatlarını yazmışıq. Access 3 saat işlənmişdirsə, Word 20 saat işlənmişdirsə, Outlook 50 saat istifadə olunmuşdursa, siz onu tənzimlədikdə, elə bir ki, cədvəl digər sütunları nəzərə almır. Yəni, məsələn, buranı əlifba sırası ilə düzüb, bu xananı da artan azalan sırada düzə bilməzsiniz. Yəni, sadəcə cədvəldə bir sıralama etmək mümkündür. Bu səbəbdən cədvəldə hər zaman sıralama prosesi həyata keçirilmir. Keçirilsə belə, bu hər zaman
ya adlar, ya da məsələn müəyyən bir sütun, sadəcə tək bir sütunu əhatə edəcək şəkildə həyata keçirilir. Table əmrləri bu qədərdir. Gələn dərsə insert tabının belə deyək, digər əmrləri ilə davam edirik. Table-ı mükəmməl bilməyiniz böyük bir məsuliyyət və tələbdir. Bunu sizdən tələb edirəm. Hər an qarşınıza table-a aid suallar və tapşırıqlar və sınaqlar çıxa bilər.